Ay baxın, ay, vallah baxın, ay, mən düz deyirəm, ay, ala baxın, ay. Ay, ala, bax, İlham Əliyev danışır, baxın, ay, yalan deyən köpək oğlu da, ya, baxın, ala. Bax, İlham Əliyev danışır, bax. Bir ailəsidir, dalda nəvələrdir, bax, PUBG oynayırlar, nəvələrdir, ailəsidir. Burada nə bu, nə bilim, burada başqa bir lazımsa adamlar var. Yəqin onlar da oraları təmizləmək üçündür. Bax, 4 nəfər qulaq asır, 5 nəfər. Bax, İlham Əliyev danışır, bax. Ala baxın, ay millət. Ay millət, baxın, onlar da durdu, qaçdı. Baxın. Ay millət, baxın, İlham Əliyev danışır, baxın. Ağzı burnu əyilib, baxın, ay millət. Bığlar saralıb, ay millət. Diktator qocalıb, ay millət. 3 dəfə qaldırıb qoy, yerə qoymaq lazımdır bunu. Bunu 3 dəfə qaldırıb yerə qoymaq lazımdır. Bunun başqa çarəsi yox. Evet, diktatör nətər dünya bezsin, bezdiyini nətər bildirsin. Ay kişi, böyük dünya gücləri ailələr qapısından qovdu. Kral ailəsi söyüb qovaladı, tüpürüb qovaladı. Ay, qadan zalim sizin. Gəmilər sanksiyaya, adamlar sanksiyaya. Avropada xəbəriniz olsun, ha, Avropada bütün iqamətgahlarını sata bilmirlər. Hamısına satış stopu qoyub. Satış stopu qoyublar. Bilirlər ki, satıb qaçmaq istəyirlər. Ölkədən pulu çıxartmaq istəyirlər, satmaq istəyirlər. Qadan zalim, COP29 olur, heç kim gəlmir. BMT olur, danışır, heç kim gəlmir. BMT-də heç kim salam vermir. Ay, Trump 2 dəfə bu yetimçəni görür İlham Əliyevi. İkisində də sual verir, nə qədər vaxt prezidentsən. Bunu niyə başqasına sual vermir? Niyə İmin İlham Əliyevə sual verir? Vallah gedəndə İlham Əliyev, dünya dağılacaq. 57 il, 60 ilin diktatoru, dədəbala diktator, dünya dağılacaq. Baxın, sizi Allaha ant verirəm. BMT-də bütün dünyanın Avropa liderləri qarşı hamısı orada olur. Sizi Allaha ant verirəm. Bircə nəfər səviyyəli adamın İlham Əliyevə salam verdiğini gördünüzmü? Bircə nəfər səviyyəli adam İlham Əliyevdən səviyyəli görüş keçirdiğini gördünüzmü? Erdoğan'dır ki, zaten o səviyyəli, o da diktatorun bir tayıdır. Erdoğan belə İlham Əliyevə yol üstü salam verdi. O keçən nə deyirsən salam. Bax belə, Erdoğan ilə salam verdi. Erdoğan'la belə danışmağa, 5 dəqiqə oturup danışmağa bir konferans eləməyə imkanı olmadı bunlar. Çünki bunları adam yerinə qoymadılar. Bunlara heç oturmağa stol vermədilər. Bunları qarşılayan olmadı. Bunların yolunu kəsdilər, bunların mikrofonu kəsdilər, bunlarla salamı kəsdilər. Bunlara salam vermədilər, şəkil çəkdirməyi, hər şeyi kəsdilər. İkinci dəfə, o dəfə də, bu dəfə də. Qabağına çıxdı, ikisinə sual verdi. Neçə ildir prezidentsən? 22. Diktatordur. 5 dəfə prezident seçilmək olar. 5 dəfə. Dədəsə 2-3 dəfə. 3 dəfə. Belə uğraşdı olar. Belə götürəni olar. Dədən 3 dəfə prezident seçilsin, ölənə kimi. Sən də 5 dəfə. İndi nədir? İndi hazırlaşın qabil qarşılamağa. İndi nə ayırmalısınız? Hazırlaşın inqilaba. Böyük güclər içəridə adamlar hazırlayır. Bax, indi İlham Əliyev bilir ki, onu devirəcəklər. Bilir ki, qələmi qırılır. Bilir ki, İlham Əliyev devirəcəklər. İlham Əliyev bilir devirəcəklər. Sadəcə istəyir ki, yəni Rusiya ordusunu Azərbaycana soxaraq, Rusiyanın himayəsi altına keçərək can güvənliyini saxlasın. Amerikaya getdi, qızıl heykəl, qızıldan gol fəaliyyətləri, nə bilim nə. Trump buna garanti vermədi. London, Amerika, İlham Əliyevə həyatda qalma, yaşama garanti vermədi. İndi nədir? Ölkəni Rusiyaya təhvil vermək, Rus qoşunlarını Azərbaycana soxmaq və İngiltərəyə materialı ötürdük. İngiltərə generalları Bakıda olduğunu bilirsiniz. İngiltərə xüsusi xidmət orqanlarının generalları, polkovnikləri Türklərlə bir yerdə Azərbaycanda olduğunu bilirsiniz. Bilirik ki, Ruslara təhvil vermək istəyirsən ölkəni, bu ölkəni ona görə qurmadı İngiltərə ki, Məmməd Əmin vasitəsindən o zamanda Qafqazı Rus boyunduruğuna çatmaq üçün bugün İlham Əliyev, sizlərin dağıtın, bugün İlham Əliyev gəlsin, Rus qoşunlarını doldursun Azərbaycana, ölkənin müstəqilliyini versin. Əldən.